Deməli biz qızlarla düz yubkanı hazırlamışıq. İndi digər yubkaları keçirik və başlamışıq qələm ətəkdən. Qələm ətəyi də biçmək üçün yenə də düz yubkanı olduğu kimi çəkirik. Necə ki ölçüləri götürürük, düz yubkanı hazırlayırıq, bunu da elə. Belidir, çanaq dairəsidir, uzunluqdur. Hamısını çəkirik, sonra bunu qələm ətəyi çevirəcək. Yəni karandaş modeli adı üstündə. Qələm ətək deyirəmsə, ətək hissələri daralmalıdır, düzdür? Bax, orta mərkəz xəttlərinə dəymirəm. Buradan da görünür ki, yan tikişlər buradadır. Yandan 3 sm girəm içəri, hər iki tərəfdən. 3. Onu da gətirib birləşdirirəm düz çanaq dairəsinə. Yəni bunu özünüz üçün rəngli ruçkanla da çəkə bilərsiniz ki, görünüş olaraq dəftərinizdə karandaş model olduğu görünsün. Ola bilər ki, istəkdən asılıdır. 2 də eləyə bilərsən, 1 də eləyə bilərsən, baxır da kim necə istəyir. 3 də elə model olar ki, çox dartınan parça olar, biraz da dar istəyər, həm biraz artıq girə bilərsən. Yəni ətəklə oynamaqla yubkanın formasını dəyişirik. Bu oldu karandaş model və yaxud da ki, qələm ətək. Elə də çətin deyil. Düz yubkanı tikmisinizsə, bunda tikirsiniz. Sadəcə olaraq çertyojun bildik ki, necə tikilir. İndi bunu çəkdinizsə, keçək digər yubkaya. Çəkdinizmi?